Salam mənim əzizlərim. Bugün əməliyyat arasında istədik ki, sizin üçün bilgiləndirmə amaçlı bu videonu çəkək. Orta yaşlı xanımdır. Müraciət edəndə süd vəzi törəməsi ilə müraciət etdi və artıq gec qalınmış bir dönəmdə bizə müraciət etdi. Düzdür, kemoterapisini aldı, nalcıvan kemoterapisini aldı, ancaq biopsiyaya getməyə, həkimə getməyə gec qaldığına görə maalesef ki, bilirsiniz ki, biz maksimum çalışırıq ki, sinəni qoruyaq, amma pasiyent özü laqeydlik etdiyinə görə öz sağlamlığına qarşı sinəni qorumaq bu dəfə alınmadı, üzülərək bunu söyləyirəm. Buradan sizə səslənmək istəyirəm ki, süd vəzinizdə elə gələn bir dəyişiklik varsa, qol altınızda, boynunuzda, yəni bədəninizdə hiss etdiyiniz anormal bir şeylər varsa, normalın dışında olan bir durumunuz varsa, həkimə müraciət eləməyə çəkinməyin. Həkim sizə zorla nəsə etdirməyəcək, sadəcə olaraq zamanında probleminizi bilib çözümə ulaşacaqsınız. Keşke bütün yay boyunca gəzəcəyinə hanımefendi doktora gəlsəydi, yubatmasaydı. Yəni bu səbəblərdən dolayı sizə ricamdır, əziz xalqım, dəyərli xalqım. Çünki biz dəyərli millətik, dəyərli xalqıq. Çalışın ki, sağlamlığınızın qədrini biləsiniz. Bu həyatı bir dəfə yaşayırsınız, doya-doya yaşayasınız. Bir şeyin ki, çözümü var. Biopsiya olunur, nəticə çıxır, nəticəyə görə biz sizə nə cərrahi, nə kemoterapi uyguluruq. Yəni sonuçlandırırıq və xəstəlikdən sizə azad edirik. Keçmiş olsun, təşəkkür edirəm.